Sumqayıt şəhər Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Professor Eldar İbrahimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransı giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. O, Azərbaycan Ağsaqqallar Şurasının cəmiyyətin həyatında mühüm rol oynadığını, milli mənəvi dəyərlərin qorunması və gənc nəsil ötürülməsi istiqamətində ağsaqqalların fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Daha sonra təşkilati məsələlər üzrə müzakirə olub. Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsinə şəhərin ictimai həyatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Eldar İsmayılovun namizədliyi irəli sürülüb. Açıq səsvermənin nəticələrinə əsasən Eldar Vəkiloğlu İsmayılov Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri seçilib. Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq yeni seçilmiş sədr və idarə heyəti üzvlərini təbrik edib. Konfransda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, son illər Sumqayıt şəhərində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəhərdə yeni park və xiyabanlar salınıb, küçə və prospektlər əsaslı şəkildə yenidən qurulub, məhəllə daxili yollar asfaltlanıb, yaşayış binalarının dam örtükləri və fasadları təmir edilib, müasir işıqlandırma sistemləri quraşdırılıb, sosial və infrastruktur layihələri uğurla icra olunub. Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və sakinlərin rahatlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Konfransda çıxış edən digər natiqlər də ölkədə ağsaqqallara göstərilən yüksək dövlət qayğısından danışaraq, Sumqayıt şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin bundan sonra da şəhərin ictimai mədəni həyatına mühüm töhfələr verəcəyini əminliklərini ifadə ediblər. Sonda yeni seçilmiş sədr Eldar İsmayılov ona göstərilən etimada görə minnətdarlığını bildirib. Ağsaqqalların cəmiyyətin mənəvi dayağı kimi fəaliyyətlərini daha da gücləndirdiklərini, gənclərlə işin, maarifləndirmə tədbirlərinin və ictimai təşəbbüslərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib. Konfrans qarşıda duran vəzifələrin müzakirəsi və təşkilati məsələlərin həlli ilə başa çatıb. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.